Dostlar, bu dəfə sizə şokolad dolu möhtəşəm piroq təqdim edirəm. İçində damla şokolad. Üstəlik, evdə hazırladığım Nutella ilə daha da zənginləşdi. Yumuşaq, ətirli və hər dilimi əsl şokolad sevənlər üçün. 6 ədəd yumurta, 1 stəkan şəkər tozu əlavə edirəm və mikserlə çalıram. Üzərinə 1 stəkan süd, yarım stəkan duru yağ, 100 qram kərə yağı əlavə edirəm və mikserlə çalmağa davam edirəm. Üzərinə mən 4 stəkan ələnmiş unu az-az əlavə edirəm və mikserlə çalıram. Üzərinə 100 qram damla şokolad əlavə edirəm. 2 paket vanilin, 1 paket qabartma tozu əlavə edirəm və mikserlə 2 dəqiqə qarışdırıram və mənim xəmirim hazırdır. Yağlanmış soba listinin üzərinə biraz un səpirəm və qarışımı hər tərəfə yaxşı yayıram. Hər tərəfə yaydıqdan sonra üzərinə şokolad yağını hər tərəfinə biraz əlavə edirəm və qarışdıracağım. Qeyd edim ki, şokolad yağının resepti səhifədə var. Çox ləzzətli alınır bu resepti siz hazırlasanız. Belə hazırladıqdan sonra 180 dərəcəli sobada 40 dəqiqə ərzində bişirirəm, inanın. Çox ləzzətli alınır, siz də hazırlayın. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.